Bu necə bir proqramdır? Yəni necə qurulub, nələr daxildir içərisinə? Mən psixodinamika üzrə ixtisaslaşmışam. Bu nə deməkdir? Hazırladığım proqramlarda psixodinamik yönəlimi, o istiqaməti görə bilirsən ki, bu çox vacibdir mənə görə. Nə üçün? Çünki sən nəinki indiki şəraitdə ortaya çıxan problemlə işləyirsən, amma o problemlə çox dərinliklə işləyə bilirsən. Yəni deyək ki, sən soyuqlamısan və temperaturun haqlı olaraq ortaya çıxır və ortaya çıxan temperaturla biri var, sən dərman qəbul edirsən və bəli, temperatur aşağı düşür. Amma soyuq dəymə keçməyibsə, o temperatur indiki saatda aşağı düşsə də növbəti 3-cü saatda bəlkə qalxacaq. Psixodinamik yanaşma bu soyuq dəymə misalındakı soyuq dəyməni aradan qaldıran üsullardır. Yəni temperaturun qalxıbsa, onu aşağı salmaq üçün atdığın dərman deyil. Bu səbəbdən də bu proqramı psixodinamik istiqamətdə hazırlamışam. Proqram bir-biri üzərinə qurulan 10 videodan ibarətdir. Yəni sən giriş videosuna baxırsan və o videolar artır zamanla, o mənadakı daha da dərinləşir və bitir. Bu proqramı izlədiyin zaman əlbəttə ki, orada bəlkə əvvəldən bilmədiyin ya da əvvəldən doğru bildiyin yanlışlarla üzləşəcəksən. Yəni işin nəzəriyyə hissəsi var və işin praktika hissəsi var. Yəni sən nəinki PDF faylındakı sualları cavablayırsan, amma mənim videoda səndən soruşduğum, bəlkə videonu dayandırıb o suala cavab verməyini istədiyim yerlər var. Səni bu imtahan həyəcanı proqramında, performans həyəcanı proqramında məhz bu quruluş gözləyir. İndi isə başqa suala keçək. Əslində tam da bu videodan sonraki videoda məncə bunu cavablandırmalıyam. Yəni mən başa düşdüm, 10 video var, bir-biri üzərinə qurulub və psixodinamik əsaslıdır, PDF çalışmaları var, videoların içində suallar var. Bunlar çox qiymətlidir, amma mən bu proqramı necə istifadə edəcəm? Növbəti videoda məhz bunu cavablayıram.